Salam, hörmətli tamaşaçılar, xoş gördük hamınızı. Yoxluğa yoluxma verilişinin növbəti sayı ilə yeni evinizin qonağıyıq. Bugün siqaret tüstüsünün zərərlərindən və bu zərərli vərdişdən uzaq dayanmağın yollarından danışacağıq. Bu işdə bizə kömək edəcək mütəxəssislər verilişimizin qonaqlarını istərdim təqdim edeyim. Azərbaycan Tibb Universitetinin Psixiatriya Kafedrasının dosenti Araz Manurçehri. Araz doktor, xoş gördük sizi. Çox sağ olun. Və invaziv kardioloq Nemət Bəşirov. Nemət doktor, xoş gördük sizi. Araz doktor, ilə başlayaq sizdən. Zərərli vərdişdən asıllıq nədir? Yəni, çünki siqaret çəkmə, digər narkotik maddələrdən istifadə və yaxud qumarbazlıq, bunların hamısı zərərli vərdiş sayılır və siqaret çəkməkdə demək olar ki, bunların içində daha çətin uzaq durulası bir problemdir. Hansı ki, asıllıq asanlıqla formalaşır, bundan uzaq durmaq da çətindir. Sırf asıllıq necə formalaşır? Bu barədə başlanğıcda tamaşaçılarımıza məlumat verək. Bəli, çox gözəl bir mövzuya toxunmuşsunuz. Ona görə ki, bu müasir dövrdə bu ən aktual, asıllıqlarla bağlı ən aktual problemlərdən yəqin ki, ən vacibidir. Niyə görə belə? Ona görə ki, tütündən asıllıq bu ən geniş yayılmış, ən çox rast gələn asıllıq növüdür. Və başqa asıllıqlar kimi, siz bəli qeyd elədiniz, qumardan asıllıq, nə bilim. Hətta indi sizə bir söz deyim ki, indi asıllıqların çərçivəsindən daxil olunur qidadan asıllıq. Bəli, bu da artıq asıllıqlardır. Lakin var kimyəvi asıllıq. Məsəl üçün, tütündən asıllıq, alkoqoldan asıllıq, metamfetamindən, narkotikdən asıllıq. Bir də var qeyri-kimyəvi asıllıq. Bax, bu qidadan asıllıq, kompüterdən asıllıq, shoppingdən asıllıq, bu da asıllıqdır. Ancaq bu qeyri-kimyəvi asıllıqdır. Niyə bunları birləşdirirlər bir qrupa? Ona görə ki, həm narkotik istifadəçisi, həm shopping edən adamın beynində eyni proses gedir. Sadəcə olaraq bir prosesi təkan verir narkotik, o biri prosesi təkan verir qəşəng paltar. Amma nəticə beynində gedən proseslər eyni proseslərdir. Və bunların arasında, bayaq dediyim kimi, ən tez rast gələn, ən çox rast gələn, ən tez asıllıq yaradan və birinci baxımdan çox sadə görsənən və hər bir insan tütünü bir dəfə dadına baxmağa başlayanda yəqin ki, o fikirləşir ki, istədiyim zaman dayandıra bilərəm, istəyən zaman bunu ata bilərəm, məndə bunda asıllıq yoxdur, məndə iradə var, mən həmişə öz həyatımı kontrolda saxlaya bilən bir insanım. Lakin bu qeyri-mümkün olur və çox qısa müddətdə, maksimum bir aya istifadə edən insan, onda tütünə asıllıq yaranır. Çox nadir hallar olur ki, insan istifadəçi bir-iki dəfə istifadədən sonra ona nifrət yaransın və o ona bir də yaxın durmasın. Amma bu niyə görə belə asılıyor? Ona görə ki, tütün özü, nikotin özü bizim üçün xarici bir maddə deyil. Bizim öz orqanizmimizdə var. Bizim öz orqanizmimizdə var tütün. Nikotin, tütün yox. Nikotin var və o nikotinin adı asetilxolindir. O bizdə var. O asetilxolin bizdə bədənimizdə çoxlu funksiyaları idarə edir. Mən indi başqa funksiyalara toxunmuram, mən götürürəm beyin funksiyaları. O insanın yaddaşını, diqqətini, təfəkkürünü, qavramasını gücləndirir. O fəaliyyəti gücləndirir. Və indi mən sizə bir söz deyəcəm, o demək deyir ki, hamımız başlayaq siqaret çəkək. Yaddaşımız güclənsin. Bəli. Və Alzheimer xəstəliyinin yaranmasında, Alzheimer bir sözü, o yaşlılıq, orada birinci təkan verici faktor həmən bu asetilxolinin azalmasıdır. Asetilxolin azalır, insanda yaranır, təkan verir Alzheimer'a. Və ona görə, əgər bizdə bu asetilxolin olmasaydı, bizim orqanizmimiz ona hazır olmasaydı, birinci o dilləri qıllan vurmaqla insan o dəqiqə ölərdi. O dərəcədə zəhərli bir şeydir bu, nikotin. İnsan o dəqiqədə ölərdi. Lakin bizim orqanizm ona hazır olduğuna görə biz
birinci o Yəni o qəbul olunanda, ilk tüstü alınanda belə deyək, bəli. bizim orqanizmimiz artıq tanıyır. Onun üçün Artıq onu tanış bir tanıyır. Bəli. maddədir. Artıq onu tanır və o birinci dəfədən onu xaric etmək istəmir. Lakin təbii ki, hər bir şey çoxlu olanda və hər bir şey həddən itirəndə o sonra təbii ki, zəhərlənməyə gətirib çıxara bilər. Tütünlə tütündə böyük fərq var. Bir var tütün, siqaret tütünü, bir var siqar, bir var siqarella, bir var o trubka çəkənlər. Yəni ki, bunun tərkibində olan tütünlər, onlar tamamilə bir-birindən fərqlənirlər. Və hər bir siqaretin o hansı ki, tərkibində təkcə nikotin yox, qətran da var. Onun da özünə məxsus zərəri var. Bəli, ən böyük zərər elə ondan qətranın zərəridir. Qətrandandır. Maraqlıdır ki, siqar digər tütün məmulatlarından hansı özəlliyinə görə fərqlənir? Çünki onun adətən belə deyim ki, siqarın çəkilmə qaydasında belədir. Adətən siqar çəkənlərdə ağız boşluğunun xərçəngi riski daha yüksək olur. Çünki o tələb olunur ki, o ağız boşluğunda saxlanılsın, tüstü sonra verilsin, ağciyərlərə alınmasın. Bəli. Bəli. O bayaq vurğuladığınız o fərqləri, ona görə dedim ki... Bəli, bəli, hərdən bir məndən soruşurlar ki, hansı daha ziyansızdır? Siqaret ziyansızdır, mən ancaq siqar çəkirəm, ona görə ziyansız çəkirəm. Mən belə hallarda yadıma düşür, o Molla Nəsrəddindən bir dəfə soruşurlar ki, o mərasimdə, o öləndə mərasim, o qəbir aparırlar. Deyirlər ki, harada yaxşı olar? Qəbirdən əvvəl yoxsa qəbirdən arxada? Deyirlər, harada gedirsən, ged, qəbirin içində getmə. Nəşin önündə və yaxud arxasında. Bəli, burada fərqi yoxdur. Ziyandır. Onsuz da bu ziyandır. Özü biz çox gözəl bilirik ki, trubka çəkənlərdə xərçəng xəstəliyi, dodaqda, boğazda, ağızda, dildə xərçəng xəstəliyi, siqaret çəkənlərdə ağciyər xəstəlikləri, bronx xəstəlikləri və ürək xəstəlikləri. Ürək qan-damar xəstəliklərindən söhbət düşmüşkən Nemət doktorun fikirlərini eşidək. Nemət doktor, tütün məmulatları, siqaret tüstüsü insan orqanizmində ürək qan-damar sistemində nə kimi dəyişikliklər yaradır? Doktorumuzun vurğuladığı kimi, ümumiyyətlə, bütün alüdəçiliklər bizim sağlamlığımıza zərər vurur. Bu tütün alüdəçiliyi, bu zərərli vərdişimiz də sağlamlığımıza zərər vurur və bu sağlamlığın başına ən öndə gələn də ürək-damar xəstəlikləridir. Nikotin, ümumiyyətlə, bu damarın daxilində olan endotel vardır və bu endotel disfunksiyası əmələ gətirir. Yəni, onun təsiri bu endoteli zədələməkdən ibarətdir. Və bu endotel zədələndiyi zaman... Ki, damar divarının qatlarından biri sayılan endoteli. Sağlam endotel zədələndiyi zaman biz artıq ciddi, həyatı təhlükəli xəstəliklərlə rastlaşmağa başlayır. Bunlar infarkt xəstəliyidir, insultdur. Yəni, bunlar bir çoxu ölümcül nəticələr verə bilən xəstəliklərdir. Bu, həmçinin o zədələndiyi zaman endotel ora xolesterin çökə bilir və ateroskleroz xəstəliyi əmələ gəlir. Bizim statistikada siqaret çəkən xəstələrdə ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi digərlərindən dəfələrlə çoxdur. Biz xəstələr bizə müraciət etdiyi zaman bu Avropada qəbul olmuş bu skorlama sistemini hesablayırıq. Xəstənin ürək-damar yaşını hesablayırıq və burada xolesterin dəyəri, yaşı, bunlar hamısı daxil olmaqla siqaret çəkir və ya çəkmir. Bu ora daxildir. Hətta o siqaret çəkmə stajı da nəzərə alınır. Mütləq şəkildə siqaret çəkən xəstələrin ümumiyyətlə damar yaşı, ürək-damar xəstəliyi yaşı digərlərindən dəfələrlə çox olur. Yəni, bir 40 yaşında birinin siqaret çəkən biri ilə 60 yaşında siqaret çəkməyən birinin ürək-damar riski eyni səviyyə gəlir çıxır. Və biz bəzən bu xəstələrə bunu izah edəndə deyirik ki, bax, sizin yaşınız 40-dır, amma ürək-damar xəstəliyi tərəfdən 60 yaşında birinin riskini daşıyırsınız. Bu sadəcə bir siqaretlə təbii ki, bu risk bu qədər artmış olur. Təbii, burada digər göstəricilər də var, amma ən önəmlilərdən biri təbii siqaretdir. Biz invaziv kardioloq və təbii ki, xəstələrimiz bizə müraciət edəndə artıq ciddi damar tutqunluğu, damar patologiyası bunlarla müraciət edirlər və biz bunlara siqareti tərk etməlisiniz, yoxsa öləcəksiniz. Yəni, bu qədər sərt yanaşırıq. Çünki insanların damarına müdaxilə olunur, stent implantasiyası olunur və ya açıq əməliyyata veririk. Və bu zaman xəstələr bunu çox pis qəbul edirlər. Hətta bunu mənə eləməyin, mən siqaret çəkməyə davam edeyim deyə danışırlar və bəzən bundan sonra yenə də
azaltdım, amma çəkməyə davam elədim. Hətta əməliyyatdan sonra çəkənlər də var. Çəkənlər var və çox təəssüf ki, çox pis nəticələrlə geri qayıdırlar. Və bizim bu pasiyentlərin çox yaygın dedikləri, mənim qonşumda, filan kəsdə əməliyyat olunub, 10 ildir çəkir, amma yaşayır. Stent taxılıb, 5 ildir çəkir, amma yaşayır. Bunlar göstərici deyil. Biz statistik göstəricilər, dünyavi göstəricilər, yəni nəinki Azərbaycan, dünyanın statistikasını xəstələrə bildiririk ki, bu cür olsa həyatınızı itirəcəksiniz. Ciddi əlilliyə, həyatı təhlükəyə səbəb olacaq. İnsanlar da bəzən bundan vazgeçə bilmir. Hətta aşağı ətraflarda da ciddi problemlərə gətirib çıxarır. Hansı ki, o elə əlillik dediniz, onu xatırladım ki, o aşağı ətrafların amputasiyasına gətirib çıxardır hətta. Təbii bu ki. obliterə edici endoartrit sayəsində. Bəli. Və bu da ciddi, qorxulu bir patologiyadır. Hörmətli tamaşaçılar, sırada sujet sizi gözləyir. Sujetdən sonra söhbətimizə davam edəcəyik. Siqaret, ağciyər xərçəngi başda olmaq üzrə nəfəs yollarının xroniki xəstəlikləri, ürək-damar xəstəlikləri, düz bağırsaq, uşaqlıq, böyrək, mədaltı vəzi, öd kisəsi, qida borusu, qırtlaq, ağız boşluğu, udlaq və mədə xərçəngi xəstəliklərinin əmələ gəlmə riskini artırır. Həmçinin kişilərdə də gücsüzlük, iflic, xora, sonsuzluq və başqa xəstəliklərə səbəb olur. Müntəzəm şəkildə siqaret çəkən insanların təxminən 25%-i bu səbəbdən vaxtından tez həyatla vidalaşmalı olur. Əksər siqaret çəkən insanların həyatı 15-20 ilədək qısalır. Həqiqətən, siqaret çəkmə sağlamlığa hər gün zərər gətirir və hər çəkilmiş siqaretlə sağlamlığa güclü zərbə vurulur. Bu zərər isə müxtəlif səbəblərdən nəzərimizdən qaçır. Bir tərəfdən, siqaret çəkən buna xüsusi diqqət yetirmir. Digər tərəfdən isə o, siqaret çəkmənin sağlamlığa vurduğu zərərlər barədə düşünmək istəmir. İlk dövrlərdə siqaret çəkmə sağlamlığa öz təsirini büruzə vermir. Lakin illər ötdükcə bunu hiss etmək mümkün olur. Araz doktor, siqareti tərk etmə yolları dedikdə bir qrup siqaret çəkən şəxs arasında, əksəriyyət arasında belə bir fikir var ki, elektron siqaret və qəlyan bir vasitədir. Bu necə, doğrudurmu bu fikir? Bilirsiniz, axırıncı tədqiqatlar, çox gözəl tədqiqatlar oldu və onlar göstərdilər ki, elektron siqaretlər, onlar heç də adi siqaretdən demək olar ki, heç bir fərqi yoxdur. Sadəcə olaraq biz burada insan özü-özünü alladır. Yəni ki, bunlar ona apellyasiya edirlər ki, bəs burada heç bir ziyanı yoxdur, paltarımdan tütün iyi gəlmir, ətrafdakıları mən tüstü ilə pasiv siqaret çəkən etmirəm, burada heç bir ziyan yoxdur, bu sadə bir şeydir. Lakin bilirsiniz, əgər orada nikotin olmasa, onda o boş tüstünü əgər nəfəsinə alıb bıraxırsa, o isti sudan, pardan yaranmış buxardır. Ya da ki, onun tərkibində mütləq hansı dozada olursa olsun, nikotin olmalıdır ki, o onu öz tələbatını təmin etsin. Ona görə o boş şeydir. Sadəcə artıq pul xərcləyirlər. Bu belə. O şey qaldı qalyana, indi bizim Azərbaycanda qalyan bumudur. Bumdur, bəli, və mən bilirsiniz, biz də hamımız indi kafelərə gedirik, restoranlara gedirik, yaxşı yerlərə gedirik və mən qalyan görən yerdən qaçıram. Və hamıya məsləhət görərdim, qalyan görən yerdə qaçmaq. Birincisi, o qalyan təmiz kimyadır. Təmiz kimyəvi maddədir. Orada aromatizatorlar qatırlar, o tütündür, nədir, onu bir Allah bilir nədir. Orada olan meyvə simvolik xarakter daşıyır. Bəli, o aromatizatordur. O aromatizatorlardır. Onlar hamı kimyəvi bir şeydir və bilirsiniz, belə bir şey var da, birinci nəfəs, axırıncı nəfəs. O uşaq ki doğulur, bir dəfə qışqırmağa başlayanda, o birinci nəfəsi alırsa, o havanı, o hava gəlir insanın ağciyərlərin aşağı yerində öz yerini, o orada məskunlaşır və o ömrün axırına qədər o hava oradadır. Və deyirlər, axırıncı nəfəsi buraxdı. İnsan rəhmətə gələndə axırıncı nəfəs oradan çıxır. Və bu qəlyan çəkənlər sizə fikir vermişsinizsə, onlar ağciyərlərini bildiyiniz, yəni orada tüstünün miqdarı böyük həcmdə tüstü qəbul edir. Bəli, və onlar diafraqmasını salırlar aşağı,
ağciyər düşür aşağı, ağciyərin obyomu böyüyür və bunlar Həcmi bütünlükdə dibinə artır. qədər bu kimyəvi maddəni içəri qəbul edirlər. Və sonra ləzzətlə bir neçə metr tüstünü Paravoz buraxırlar, şəklində. baxırlar şey. Və mən fikir vermişəm, onların bəzilərinə daha xoşuna gəlir o tüstünü buraxmaq, o tüstüyə baxmaq. Hətta tüstünü şəkilləndirmək. Bəli. Və çox təəssüflər olsun ki, bunların arasında çoxlu qadınlar var. Və qadınların çoxsu hesab edir ki, bu tamamilə ziyansız bir şeydir. Bunun heç bir ziyanı yoxdur və onlar əgər restoranda oturub açıq siqaret çəkə bilmirlərsə, amma restoranda açıq oturub qəlyanı çəkirlər. Düzdür, onların şəxsi işləridir. Lakin əgər biz sağlamlıq nöqteyi nəzərindən yanaşsaq, o çox ziyanlı bir şeydir. Və maraqlıdır ki, elə kafelər, restoranlar, onların öz marketinq siyasəti belədir ki, xanımları dediniz, onu vurğulamaq istəyirəm ki, xanımlara qəlyan pulsuzdur. Halbuki qanunla bütün Tütün məmulatları ümumiyyətlə də çəkilməsi bir restoran daxilində qadağadır. Düzdür, Daxili İşlər Nazirliyi orqanları bu işlə mübarizə aparırlar, bacardıqca da. Məncə bu işdə təkcə Daxili İşlər Nazirliyi orqanlarının üzərinə nəsə atmaq lazım deyil. Hər birimiz mübarizə aparmalıyıq. Nemət doktor, sırf elektron siqaret və qəlyan. Bu da ürəkdə nə kimi dəyişikliklər yaradır bunlar? Deməli, biz pasientlərimizdə nə ilə rastlaşırıq? Pasientlərimizdə təbii bayaq vurğuladığımız o siqaretdən imtina eləyin dediyi zaman hər zaman pasient sənə bir alternativ sunmağa çalışır. Doktor, o zaman elektron siqaret çəkə bilərəmmi? Qəlyan istifadə edə bilərəmmi? Doktorun dediyi ki, bunda tütün yoxdur. Bunu bir mənalı qadağan edirik, icazə vermirik. Çox təəssüf ki, bəzi pasientlər indi sözə qulaq asan pasientlər olmur. Başlayır, deyirlər ki, körpü xarakterli. Atmaq üçün bundan istifadə edirəm. Pasient ikizə müraciət edəndə həm siqaret çəkir, həm elektron siqaret çəkir. Yəni, zaten bir zərərli vərdiş pis imiş kimi artıq ikinci bir zərərli vərdişlə qazanır və heç birindən imtina eləyə bilmir. Bu, elektron siqaretlərdə də, qəlyanlarda, bunlarda yetəri qədər toksini maddələr var. Yetəri qədər toksik maddələr var ki, bunlar bayaq vurğuladığımız kimi damar divarına təsir eləyir, bunlar qanın qatılaşmasına səbəb olur, tromboza səbəb olur, infarkta səbəb olur. Yəni, biz tütünlərə yox dediyimiz kimi eyni şəkildə qəlyan və elektron siqaretlərə də... Bütünlükdə bütün tütün məmulatlarına yox deməliyik. Bəli. Sağlam həyat tərzi üçün, sağlam yaşamağımız üçün, ya bəzən biz insanlar sadəcə sağlam yaşamaq deyəndə özünü nəzərdə tutur. Ya bu insan sosial bir fərddə sağlamlığın, sosial sağlamlığın olması üçün biz buna yox deməliyik. Yəni sadəcə mən çəkmədim, mən sağlamam deyə baxmaq lazım deyil buna. Cəmiyyəti sağaltmaq lazımdır. O yüzden ümumən buna yox deməliyik. Yox demək lazımdır. Araz doktor, insanı zərərli vərdişə nə meyl elətdirir? Çünki biz uşaq ikən də, elə hal-hazırda öz övladlarımıza belə deyəndə ki, filan işi görmə, o bir şəkildə çalışır, ona maraq eləyir ki, o hər hansısa bir vərdişi və yaxud olmaz deyilən şeyi etsin. Bizə maraqlıdır insanın bu psixikası, insan beyni, bunu necə analiz edir? Məsələn, bu zərərli vərdişə meyl elətdirir insanı, sövq elətdirir. Axı biz bilirik bu zərərli vərdişdir. Bəli, çox gözəl vurğuladınız. İş ondadır ki, bilirsiniz, insan həyata gəlib, həyatdan əziyyət çəkməmək üçün. İnsan həyata gəlir, həyatdan həzz alsın, həyatdan ləzzət alsın. Və hər adam, hər insan özü üçün həyatdan almaq, həyatdan həzz almağını öz bir yolunu tapır ki, necə həyatdan ləzzət alsın, həzz alsın. Biri vətənə xidmət etməkdən ləzzət alır, həzz alır. Biri ailəyə xidmət etməkdən, biri idmandan, biri elmdən, biri incəsənətdən, rəssamlıqdan, kim nədən. Və insan həmişə buna can atır. İnsan başlayır, biz doğulandan biz ləzzət axtarırıq. Məsəl üçün, biz yeyirik, biz uşaq birinci nəfəs aldı, sonra başlayır yeməyə. Yeyəndə nə edir? Ləzzət alır, həzz alır. Qarnı doyur, xoşu gəldi, ləzzət aldı, yatdı. Biz də gəlirik, ac olanda biz yemək yeyirik, nə olur? Relaks oluruq, yumuşalırıq, bizə yavaşca yuxu aparır və s. Bu insanda var, bu tələbətdir, bu fundamental tələbətdir. İnsan nədənsə həzz almalıdır, ləzzət almalıdır. Kim hansını tapır, o başqa məsələ. Ondan başqa, bax,
Bax, mən götürəm özümü də. Mən 32 il mən siqaret çəkmişəm. 32 il. 32. Bəli, 32 Böyük il. müddət. Bəli, 13 ildir tərk etmişəm siqareti. Və mən özümdə analiz eləyəndə niyə mən siqaret çəkməyə başladım? Məndə anadan gələndə insanda siqaret çəkməyi, araq içməyi, narkotik istifadə etmək tələbəti yoxdur. Var tələbət, yemək tələbəti, yatmaq tələbəti və s. Amma siqaret çəkmək tələbəti yoxdur. Siqaret çəkmək tələbəti sonradan gəlir. Mühit ona gətirir. Bunu ki, ala, bax, bunu çəkəndə sən istədiyinə nail olacaqsan. Məsəl üçün, mən niyə başladım siqaret çəkməyə? Ona görə ki, mənim dayəm, mən o dayıya çox böyük hörmət edirdim. Çox belə fantastik bir insan idi. O mənə riyaziyyatı öyrətdi, rus dilini öyrətdi, fortepiano çalmağı öyrətdi. Amma o gecə-gündüz müştükdə Avrora çəkirdi. Və mən istəyirdim ona oxşamaq. Mən istəyirdim onun kimi olmaq. Və mən onun hərəkətlərini təkrar edirdim. Və mən bir dəfə o uzaqda olanda deyirdim, Avrora papiroslar var idi. Onu götürdüm və bilmirdim necə onu çəkmək. Və başladım ona maraq göstərmək. Və bundan mən birinci dəfə siqaretə əl uzatdım. Və ya gəliz başqa bir şey eləyib. Cəmiyyətli kampaniyada otururlar, atalar yeyib içirlər və toz qaldırırlar, rümkaları bir-birinə vururlar və deyirlər ki, balasına bala, sənin sağlığı var və ver bir dənə burnunu ver. Bəli. Və baxın, uşaqlar neyini? Uşaqlar da rümkanı alırlar əlinə, başlayırlar ata ilə. Ata da gülür, nə qəşəng. Ata ləzzət alır ki, oğlum mənim kimidir. Amma uşaq öyrənir artıq bu addıma. Alkoqola. Mən məktəbdə oxuyanda çox gözəl yadımdadır. Oğlanların, həm qızların, həm oğlanların biz özümüz üçün kumir eləyirdik də. Dünyada, məsəl üçün, bizim vaxtda oğlanlar üçün kumir Alain Delon idi. Alain Delon və Goyko Misic. İki dənə artist kumir. Necə indi Stallone yox, başqa Stallone Brad Pitt və s. Və siz əgər olan filmlərinə baxsınız, Alain Delon gecə-gündüz papiros çəkirdi. Gecə-gündüz papiros. Və biz, yadımdadır, biz gedib o zaman papiros alanda məktəb vaxtı. Bir var ki, mən məktəbdən əvvəl istəyirdim daimə oxşamaq. Biz istəyirdik Alain Delonu oxşamaq. Və biz gedib götürürdük, alırdıq və dururduq. Deyir ki, Alain Delon belə çəkir, bax. Biz de yox, sən düz baxmısan, Alain Delon belə çəkir. Yəni ki, biz özümüzü ona oxşatmaq istəyirdik. Bizə onu vermişdilər ideal kimi, kumir kimi. Kimsə nəsə bir problemi həll edə bilməndə, mənim çox gözəl bir məsələm, məsələ var ki, bizim çox gözəl bir həkimimiz, yaqin olar ki, o Nobel mükafatına nail olan bir həkim idi, ancaq onda sosiofobiya var idi. O insan arasında özünü itirirdi, danışa bilmirdi. İntihama gedəndə böyük bir problem idi. Bir saat otururdu ki, özünü toparlasın ki, intihamın cavabını versin. Halbuki qıraqda bülbül kimi danışırdı. Lakin mühitdə nə vaxt ki, diqqət onun üstündə olanda o özünə qapanırdı, susurdu, danışa bilmirdi. Və bizim, mən özüm də, biz tələbə vaxtı, biz nə biləyik nədir? Ona dedik ki, bir 50 qram konyak iç, get gör necə sən cavab verəcəksən. Siz onu zərərli vərdişə sövq elədiniz. Mən nə bileyim, mən sizə danışan 80-cı illərdən. Və sonra getdi işə, işdə də gözəl işləyirdi və s. Və deyirlər ki, orada çıxış eləmək lazımdır, səhərlər məruzə etmək lazımdır. Şöbə müdürü idi və danışmaq üçün bu başladı 50, 100, 150, 200, axırda indi alkoqolikdir. Nəyə ki, işləyə bilmir ki, nə ailəsi, nə bir şey küçələrdə verilənir. Yəni ki, səbəb ola bilər insanda psixoloji problem, psixoloji stres. İnsan stresi aradan qaldırmaq üçün əl ata bilər psixoaktiv maddələrə. Psixoaktiv maddələr onu kömək edir ki, müvəqqətidir. Bu vəziyyətdən çıxmaq. İnsan özünü Yəqin ki, həmən vəziyyətdə də artıq bir peşəkar mütəxəssis tərəfindən, onun peşəkar mütəxəssisin konsultasiyasında iştirak edib, onun verdiyi məsləhətə uyğun qəbul edə bilər. Həmən o psixoaktiv maddəni, hər hansısa bir maddəni, yəni qanunla, qayda ilə, resept şəklində hansısa dərman maddəsini ala bilər. Amma
içki, məsələn, o bayaq vurğuladığınız kimi konyak, viski və yaxud digər alkoqollu içki qəbul etsin ki, mən artıq cəsarətə gələcəm, yaxşı çıxış edəcəm və gördüyünüz elə tamaşaçılarımıza da bu misalı yaxşı ki dediniz. Sonda xroniki alkoqolizm, hətta axtarsaq bəlkə də qaraciyərin sirrozuna kimi gətirib çıxaracaq problemləri var. Sizin də fikirlərinizi eşidək, Nemət doktor. Deməli, doktor çox yaxşı bir yerə toxundu. Bu necədir? Ümumiyyətlə, bu bir xəstəlikdir. Dediyimiz hal, bunun üçün yardım almaq lazımdır. Bu dediyimiz vasitələr bizə qısa müddətli bir yardım verir. Bu aludəçiliklər bizə qısa müddətli bir oyanıqlıq verir. Bəzən bəzi xəstələrimiz, pasiyentlər bunu özünə mükafat olaraq görür. Məsələn, siqaret çəkməyi, alkoqol içməyi, məsələn, yol gedirik, deyir, çatım bir siqaret yandırım. Ya bizim kollegalarımız, əməliyyatı bitirim də bir siqaret yandırım. Ya bu gün axşam olsun da gedib yeyib içək. Yəni bəzən bu özü mükafat kimi onlar özlərini görürlər və bunu stimulyasiya eləyir onları ki, aha bu günün sonunda bu olacaq, bu vaxtın sonunda bu olacaq. Bu da bunlarda belə bir qısa müddətli xoşbəxtçilik yaradır. Amma bayaq dediyimiz o sosial problemlər, baxın, bu aludəçilik sonunda nəyə gətirir? Ailədə problemlərə, hətta boşanmaya qədər, uşaqlara, tərbiyədə ciddi mənfi təsirə, maddi problemlərə, bir insan işləyə bilməyəcək maddi problemlər yaşayır. Başqa aludəçilik olanlarda hətta bu maddi problem yaranda nə olur? Oğurluq, dələduzluq, cinayətkarlıq başlayır artmağa. Yəni bu bir şəxsin, bir ailənin problemindən daha böyük problemə, cəmiyyətin probleminə başlayır çevrilməyə, hətta dövlətin probleminə başlayır çevrilməyə. Yəni bir bəsit dediyimiz bir nümunə belə görün hara gətirir. Və doktorun çəkdiyi nümunədə bəlkə də həmin insan çox xırda bir həkim yardımı, dərman müalicəsi ilə çox faydalı bir insana çevriləcəkmiş. Amma məhv olub gedir. Ki ona bu məhv olmasına səbəb də onun o hər dəfəsində aldığı o cüzi də olsa, hansı ki, psixomotor stimulatorları, psixoaktiv maddələri qəbul edən zaman ilk dəfəki verilən aldığı həzzi o bir daha ala bilmir. O yeri dozanı artırsın. Artırsın. Və bu da gətirib nəticədə doza həddinin aşılmasına gətirib çıxarır. Tamaşaçılarımızla birgə əməkdaşlarımızın hazırladığı növbəti sujeti izləyək, təkrar studiyamıza qayıdıb söhbətimizə davam eləyərik. Son illərdə elektron siqaret və qəlyan istifadəsi dünyada sürətlə artır. Bir çox insan bu alternativ məhsulların ənənəvi siqaretlərdən daha az zərərli olduğunu düşünərək onları istifadə etməyə başlayır. Lakin bir çox tədqiqat və mütəxəssislərin rəyləri göstərir ki, elektron siqaret və qəlyan istifadəsinin sağlamlıq üçün təhlükələri çox böyükdür. Elektron siqaretlərin tərkibində olan nikotin beyin və mərkəzi sinir sisteminə təsir edərək asıllıq yaradır. Nikotin həm də qan təzyiqini artırır və ürək-damar xəstəliklərinə səbəb olur. Elektron siqaretin aerozol olaraq buraxdığı maddələr bir çox kimyəvi maddə və toksinlər ehtiva edir. Elektron siqaretin istifadəsi tütün məhsullarına nisbətdə az olsa da, ağciyər funksiyalarına mənfi təsir edir. Araşdırmalar göstərir ki, elektron siqaret istifadəsi ağciyər toxumasında iltihabi reaksiyalara, bronxit və asma kimi problemlərə səbəb ola bilər. Bəzi insanlar qəlyanın daha az zərərli olduğunu düşünürlər. Lakin bu da səhv yanaşmadır. Belə ki, qəlyanda istifadə olunan tütün və nikotin də siqaretlərdə olduğu kimi asıllıq yaradır. Mütəmadi qəlyan istifadəsi ağciyər xəstəliklərinə və tənəffüs problemlərinə səbəb ola bilər. Eyni zamanda qəlyan bir çox insan tərəfindən istifadə olunduğu üçün bu cihazın bir nəfərdən digərinə keçməsi infeksion xəstəliklərin yayılmasına da səbəb olur. İnsanlar bu məhsulların uzun müddətli təsirlərini başa düşərək sağlam həyat tərzi sürməli, tütün və nikotin məhsullarından uzaq durmalıdırlar. Araz doktor, asıllıqdan müalicə prinsipi necədir? Tütün asıllığı isə ümumiyyətcə asıllıq. Elə ümumiyyətlə asıllıq, eləcə də tütün asıllığı da bunların başında gəlir. Hər asıllığın ümumi prinsipləri var, lakin hər asıllığın öz incəlikləri var. Məsəl üçün, gerayin asıllığı və tütün asıllığının müalicəsi biraz bir-birindən fərqlənir, amma prinsiplər eynidir. Prinsiplər eyni. Birinci prinsip olur ki, könüllülük. İnsan yeri başa düşsün. İnsan yeri anlasın ki, bu uçuruma gedir. İnsan yeri anlasın ki, bunun axırı yoxdur. İnsan yeri başa düşsün ki, bunun nəticəsi ölümdür. Tütün olsun, biraz gec öləcək, gerayin olsun, biraz tez öləcək. Və bunu insanda yeri motivasiya olsun, o bilsin ki, mən niyə görə bunu tərk etmək istəyirəm. Məsəl üçün, gəlində mənə xəstə deyir ki, mən
tərk etmək istəyirəm, siqareti tərk etmək istəyirəm. Mən soruşuram, niyə? Deyir, dostum tərk edib mən də istəyirəm. Yəni dostun gedib başını atacaq özünü aşağı. Sən də atacaqsan. İnsan yeri bilsin, birinci məqsəd qoymalıdır, motivasiya olmalıdır. Mən niyə bunu edirəm? Mən bunu edərək axırda nə gözləyirəm? Bunu özü də bilməsə, bunu psixoterapevt ona yaxşı bunu deməlidir, başa salmalıdır. İnsanda olmalıdır psixoloji hazırlıq. İnsan psixoloji hazır olmasa, o heç vaxt tərk edə bilməyəcək. Fiziki problemlər, fiziki asıllıqdan, bədən ağrıdır, biraz əsəbli oldu, gecənin pis yatdı, mədə bağırsaqda problem, söhbət tütündən gedir. Onlar hamısı həll olunan bir şeydir. 10-15 günə onlar hamısı üzərini tutur. Lakin psixoloji problemlər, onlar biraz vaxt tələb edir və mütəxəssisin köməyi. Və tütün məmulatlarının Nemət doktor ürək-qan damar sistemində yaratdığı xəstəliklərin müalicəsi necə olur? Biz bu xəstəliklər dediyimiz kimi bizə artıq elə stadiyalara gəlirik ki, çox ağır xəstələr şəklində gəlirlər və yaxud da eyni xəstəliyi tütün istifadə eləməyən xəstəliklə müqayisədə tabii ki, daha ağır gedişatı olur. Ona görə biz bunlarda digər tütün istifadə eləməyənlərdə baxanda daha çox dərman istifadə eləməli zorunda qalırıq. Daha uzun müddət müalicə proseduru gedir, daha çox vaxt gedir. Bir çox orqanlar biz indi ürəkdən danışırıq, amma orqanizm bir vəhdətdir. Digər orqanlarda, tənəffüs sistemində, digər orqanlarda, aşağı ətraflarda, yuxarı ətraflarda bir çox xəstəyə ilə rastlaşırıq və bizim müalicə prinsiplərimiz daha çətin olur, daha çox dərman istifadə edirik, xəstənin də vaxtı çox gedir, təbii ki, həkimin də. Burada bəzən xəstələrimizin həqiqətən bundan canını qurtarmaq istədiyini görürük. Amma onlara kömək lazım olur. Biz tibbi tərəfdən, ürək tərəfdən dərmanlarını yazsaq da, mütləq bu asılıqdan canlarını qurtarmaq üçün mütləq bir psixiatra, psixoloqa müraciət eləmələrini Ki, psixoloji aspektdən yanaşmaq lazımdır, başlıca o aradan qalmaq. Bəli. Verilişimiz yekunlaşır yavaş-yavaş. Araz doktor, sizin də, Nemət doktor, sizin də fikirlərinizi eşidək. Bizi izləyən tamaşaçılar arasında əlbəttə ki, zərərli vərdişlə məşğul olanlar var, onların qohumları, ətrafları, doğmaları var. Onlara tövsiyə və məsləhətlərinizi eşidək. Tövsiyəm ondan ibarət olacaq ki, ən birinci hər şey başlayır ailədən, evdən. Birinci evdən. Birinci valideynlər düzgün, düşünülmüş şəkildə öz evladlarına yanaşmalıdırlar. Valideyn uşağın yanında siqaret çəkməməlidir. Valideyn uşağın yanında imkan dərəcəsində spirtli içki içməməlidir. Hətta kampaniya var ki, harada kimsə siqaret çəkirsə böyüklərdən, valideyn deməli ki, sən çıx, çək, uşaq görməsin. Biz özümüz uşaqlar üçün bir göstərici olmalıyıq. Uşaq bizə baxmalıdır. Biz məktəblərdə, siz baxın məktəblərin yanında, bax, mən çıxıram məktəbə, məktəbin yanında bir dənə pivə barı, ikinci pivə barı, burada məktəbin qırağında dururlar, sərxoş kişilər siqaret çəkə-çəkə, uşaq çıxıb bayra bunu görür. Məktəbə geri azad zona olunmalıdır. Məktəblərdə təbliğat aparmalıdır. Gecə-gündüz təbliğat aparmalıdır ki, bu nəinki bu ziyandır, nəinki bu hətta təhlükədir. Bilirsiniz, hər uşağın öz zəif nöqtəsi var. Elə adam var ki, ona deyirsən ki, sən bu siqareti çəksən, səndə olacaq bu. O dəqiqə ondan qorxacaq. Və o qorxan zaman siz yeri mütləq ona bir mükafatlandırmalısınız. Əvəzində sən alacaqsan bunu. Əgər bu olmasa, yalnız qorxuzmaq olsa, necə biz uşaqları qorxuzuruq ki, bax, siqaret çəksən, bu olar. Amma biz demirik ki, sən siqaret çəkməsən nə olacaq? Biz deyirik, siqaret çəksən nə olacaq? Amma gəl biz deyirik, siqaret çəkməsən nə olacaq? Başlamalıdır buradan. Məktəb bunda böyük iştirak etməli. Televiziya, reklamlar, mən bəzi reklamlara baxıram, reklamlarda görürəm ki, indi çox da danışmaq olmaz, amma reklamlar da düşünülmüş şəkildə olmalıdır. Filmlər də düşünülmüş şəkildə olmalıdır. Mən baxıram, bir geniş yayılmış serialda orada məktəb uşaqları marihuana çəkirlər və ata yer oturur, uşağın yanında deyir, marihuana çəkirlər və bir daha mən də dadına baxım. Uşaq baxır bu filmləri, biz Avropa filmlərinə baxırıq. Hətta valideynlər elə ölkəmizdə də valideyn öz övladını göndərir siqaret almağa. Bəli. Hər hansısa bir alkoqol almağa. Bunun özü artıq zərərli vərdişin təbliğ edir. Uşaqlara kimdir o siqaret satan?
o dükanlardakı siqaret, mən görürəm hərdəmi, uşaq gəlir, siqaret alır. Niyə ona siqaret satırlar? Hətta mən spirtli deyərdim içki ki, son satırlar? dövrlərdə cərimələrin artırılması, hətta 18 yaşına çatmayan şəxslərə siqaret və yaxud tütün məmulatlarının satılması qanunla qadağan olunub, cərimələr tətbiq olunur, düzdür. Zaman keçdikcə də monitorinq güclənir, yəqin ki, bunun qarşısı zaman keçdikcə alınacaq. Siz vurğuladığınız kimi ki, bəli, niyə satılır? Düzdür. Hal-hazırda da o halları rastlaşırıq. Əvvəlki illərlə müqayisədə indi daha azdır, amma yenə də var. Siqaret ən çatan narkotikdir. Ən yüngül əl çatan narkotik. Ən yüngül əl çatan odur. Ona görə biz bunun qarşısını, birinci əl çatmanın qarşısını almalıyıq ki, uşağın əli çatmasın ona. Nemət doktor? Doktorun fikrini davamı olaraq söyləyim, bəli, əl çatan olmamalıdır. Bu şeylər, bu təkcə tütün, digər zərərli vərdişlər, alkoqol, bunlar çox asanlıqla əldə olunmamalıdır. Ucuz olmamalıdır, hər yerdə olmamalıdır. Yəni, bu əl çatan olmağı bunun istifadəsinin daha geniş olmasına gətirib çıxardır. Nəzarəti daha güclü olmalıdır, müəyyən saatlardan sonra satılmamalıdır. Yəni, bu şeylər olandan sonra təbii ki, yəqin insanların da bəzən istifadəsində azalmalar rast gələcək və bu bəzən pis vərdişləri, indi həm tütün, alkoqol, digər zərərli vərdişləri olan insanlar da təbii biz deyirik belə, elə amma cəmiyyətdən də kəsib atmaq olmaz. Bunlar bizim fərdlərimizdir, bunlar bizim insanlarımızdır. Bəzən biz onlara sadəcə ailənin boynuna da qoymaq olmaz ki, hə, bu ailənin problemidir, onlar məşğul olsun. Bu sosial problemdir, hamımız bununla məşğul olmalıyıq. Çünki bunlar sonradan həm ailəyə, dövlətin özünə belə yükə çevrilir. Çünki xəstəlik olur, bunun müalicəsi dövlət hesabına olur, bahalı olur. O yüzden biz zamanında bunların qarşısını almalıyıq və bunlar olanda da onları bu yaranı sağaltmağa çalışmalıyıq, kəsib atmağa deyil. Ətraflı məlumat üçün və təklifimizi qəbul etdiyiniz üçün, verilişimizin qonağı olduğunuz üçün sizə minnətdarıq və sizin bu maarifləndirici çıxışlarınızdan biz bir nəfəri belə bu zərərli vərdiş yolundan uzaqlaşdırırıqsa, bu da kütləvi informasiya vasitəsi, televiziya olaraq bizim uğurumuzdur. Və inandırım sizi ki, bu işdə də elə İdman televiziyası, Azərbaycan televiziyası bir bayraqdardır. Əlimizdən gələni edirik sizin sayənizdə, sizin maarifləndirici söhbətləriniz sayəsində. Minnətdarıq sizə. Hörmətli tamaşaçılar, bizə ayrılan zaman başa çatdı. Zərərli vərdişlərdən özünüzü və ətrafınızı uzaq tutun. Gələn görüşlərə dək hələlik.